tipli xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Bəzən həyatımızda elə bir dövr başlayır ki, hər şey sanki yavaş-yavaş dəyişməyə başlayır. Köhnə planlar yenilənir, yeni insanlar həyatımıza daxil olur və qarşımıza gözləmədiyimiz imkanlar çıxır. Astroloji şərhlərə görə yaxın günlərdə 3 bürc üçün xüsusilə diqqət çəkən bir mərhələ başlaya bilər. Bu şərh əyləncə məqsədlidir və gələcəklə bağlı dəqiq proqnoz deyil. İndi isə görək, hansı 3 bürc üçün yaxın günlər daha fərqli keçə bilər. Birinci bürc Boğa, Boğa bürcləri üçün qarşıdakı dövr daha çox maddi məsələlər və şəxsi qərarlarla bağlı ola bilər. Uzun müddətdir düşündüyünüz, amma həyata keçirməkdə tərəddüd etdiyiniz bir plan yenidən gündəmə gələ bilər. Xüsusilə iş və pul məsələlərində daha diqqətli davranmaq vacibdir. Qarşınıza yeni bir təklif çıxa bilər. Lakin qərar verməzdən əvvəl bütün detalları araşdırmaq daha doğru olar. Şəxsi münasibətlərdə isə keçmişdən qalan bir məsələ yenidən xatırlana bilər. Bu, bəzi buğalar üçün köhnə bir insanla əlaqənin bərpası, bəziləri üçün isə nəhayət keçmişi geridə qoymaq anlamına gələ bilər. Bu dövrdə əsas məsələ tələsməmək və öz qərarlarınıza güvənməkdir. İkinci bürc Çir bürcləri üçün yaxın günlər diqqət və yeniliklərlə yadda qala bilər. Ətrafınızdakı insanların sizə münasibətində müəyyən dəyişiklik hiss edə bilərsiniz. İş həyatında və ya gündəlik fəaliyyətinizdə özünüzü göstərmək üçün yeni imkan yarana bilər. Sizin bacarığınızı və zəhmətinizi görən bir insan sizə dəstək ola bilər. Maddi baxımdan isə gözlənilməz bir xəbər və ya yeni qazanc imkanı gündəmə gələ bilər. Ancaq burada da ehtiyatlı olmaq lazımdır. Emosional qərarlarla böyük xərclər etmək əvəzinə əvvəlcə vəziyyəti düzgün qiymətləndirmək daha faydalıdır. Sevgi həyatında subay şirlər üçün maraqlı tanışlıq ehtimalı mövzusu ön plana çıxa bilər. Münasibətdə olan şirlər isə qarşı tərəfli açıq danışaraq bəzi anlaşılmazlıqları aradan qaldıra bilərlər. Üçüncü bürc Əqrəb. Əqrəblər üçün qarşıdakı dövr daxili dəyişikliklərlə əlaqəli ola bilər. Uzun müddətdir sizi düşündürən bir məsələ ilə bağlı nəhayət daha aydın qərara gəlmək istəyiniz güclənə bilər. Bəzi əqrəblər üçün iş və yaşayışla bağlı yeni planlar ortaya çıxa bilər. Qarşınızda iki seçim varsa, yalnız başqalarının fikrinə əsaslanmaq əvəzinə öz məqsədlərinizi də nəzərə almağınız vacib. Münasibətlərdə isə səmimiyyət əsas mövzu ola bilər. Sizə qarşı həqiqi münasibəti görmək və kimə güvənə biləcəyinizi anlamaq istəyəcəksiniz. Yaxın günlərdə kiçik bir xəbər belə sizin üçün böyük motivasiyaya çevrilə bilər. Beləliklə, Boğa, Çir və Əqrəb bürcləri üçün qarşıdakı dövr dəyişikliyi, yeni qərarlar və fərqli imkanlar mövzusu ilə yadda qala bilər. Ancaq unutmayın, bürclər yalnız ümumi astroloji şərhlər verir. Həyatımızdakı əsas nəticələri isə verdiyimiz qərarlar, göstərdiyimiz səylər və atdığımız addımlar müəyyən edir. Əgər bu üç bürcdən birisinizsə, sizcə yaxın günlərdə həyatınızda hansı dəyişiklik baş verə bilər? Videonu bəyəndinizsə, dəstək olmaq üçün bəyənmə düyməsini sıxmağı, kanala abunə olmağı və fikirlərinizi şərhlərdə yazmağı unutmayın.